Sabahdan idmana başlayıram. Rus dilini də öyrənməliyəm. İngilis dilimdə yarımçıq qalıb. Amma bunların heç birini etmirəm, tənbəlin lap yekəsiyəm. Deyirsənsə, bu videoda sənə prokrastinasiya, yəni təxirə salmaq ilə tənbəlliyin fərqini izah edəcəm ki, başa düşəsən səndə hansıdır. Prokrastinasiyada niyyət çox önəmlidir. Yəni insan işi görmək istəyir, amma müxtəlif səbəblərdən bunu etmir. Ya perfeksionist düşüncəsinə görə, ya qorxduğu üçün. Amma tənbəl insan isə işi başlamaq istəmir. Daxili hissləri anlamaq. Prokrastinasiyada günahkarlıq, stres, narahatlıq duyğusu olur. Çünki etməliyəm, amma etmirəm. Tənbəl insanlarda isə daxili narahatlıq hissi güclü olmur. Onlarda daha çox laqeydlik hissi olur. Və ən əsas səbəb prokrastinasiyada psixoloji olur. Məsələn, keçmiş uğursuz təcrübələrin təkrarlanma qorxusu, motivasiya yoxluğu və s. Tənbəllikdə isə bu daha çox vərdiş və ümumi passiv həyatla əlaqəlidir. Əgər qarşınıza qoyduğunuz məqsədlərə çatmaq istəyirsinizsə, peşəkar psixoloji dəstək üçün mənə müraciət edə bilərsiniz.